Tələbələrdən bu sualı tez-tez eşidirəm ki, bəs müəllim, kinolara baxmaq istəyirəm ingilis dilində, amma heç nə başa düşmürəm, nə edə bilərəm? Çox vaxt belə qısa cavab verirəm ki, baxmadan nə məcburdur. Belə biraz qəribə gələ bilər, hətta qeyri-intuitiv səslənə bilər ki, nəyə görə kinoya baxmayaq ki? Amma həqiqətən məsələ bundadır ki, yəni siz kinoya baxmağa məcbur deyilsiniz. Və hətta mən deyərdim ki, aşağı dil səviyyəsi aşağı olan tələbələr üçün bu çox da faydalı olmamaqla bir yerdə həm də vaxt itkisidir. Çünki nəzərə alsaq ki, kino hardasa çəkir, deyək ki, 1 saat və yaxud 2 saat və bu 1 saat, 2 saat ərzində sən o kinodan maksimum 2-3 söz başa düşərsən və başa düşməzsən. Təbii ki, dil səviyyəsi aşağı olan tələbələrdən gedir. Məsəl üçün, elementary səviyyəsi olan bir tələbə oturub, yəni, belə deyim, native speakerlərin öz təbii formada danışdıqları bir kinoya baxanda oradan çox cüzi başa düşür və nəzərə alın ki, 2 saat çox böyük bir müddətdir dil öyrənmək istəyən bir tələbə üçün. Çünki dil öyrənmək istəyən tələbə istəyir ki, qısa müddətdə çox bir məsafə qət eləsin. Ona görə də sual meydana çıxır ki, bəs nəyə qulaq asaq, nəyə baxaq? Mənim burada məsləhətim graded materials deyilən bir şey var. Yəni həm readingdə, həm listeningdə səviyyələrə uyğun müəyyən oxuma materialları və qulaq asmaq üçün materiallar, videolar olur. Onlarla başlamağı mən şiddətlə tövsiyə edirəm. Məsəl üçün elementary səviyyəsinizsə, pre-intermediate səviyyəsində olan videolara baxın. Niyə? Çünki bir şeyin sizi inkişaf elətdirmək üçün o sizin üçün nə çox asan olmalıdır, nə də çox çətin olmalıdır. Yəni bodybuildinglə məşğul olanlar bunu çox yaxşı bilirlər. Məsəl üçün siz zala gedəndə birinci dəfədən gedib 200 kiloluq bir ağırlığı qaldırmırsınız və yaxud nə bilim hələ 1 ay gedəndə çox ağır məşqlər eləmirsiniz. Yavaş-yavaş başlayırsınız xırda çəkilərdən, sonra çəkiləni yavaş-yavaş artırırsınız. Çünki birdən-birə sən misal üçün 200 kiloluq çəkini qaldırmağa çalışsan, bu sənin zədələnməyinə səbəb ola bilər və çox çətindir və çox yüngül çəkilərlə də başlamırsan, çünki o da səni inkişaf elətdirmir. Səni biraz çətinə salıb, həm də sənə nəsə öyrətməlidir. Yəni prinsipiniz bu olmalıdır. İstər readingdə, istər listeningdə bu prinsipdən işləyə bilərsiniz. Yəni qısaca belə demək olar ki, belə bir məşhur cümlə var. If it doesn't challenge you, it doesn't change you. Yəni bunu eynilə tətbiq eləyə bilərsiniz. Listening üçün faydalı linkləri description-a qoyacağam və kanalı izləməyə davam eləyin. Listening üçün növbəti tövsiyələrimi isə ikinci partda verəcəm.